Çox hörmətli və dəyərli VIP olmaqdağı izləyicilərimiz. Bugün sizlərə bir də belə bir münasib qiymətə 3 otaqlar göstərirəm. Evimiz deməli yerləşir 186 nömrəli marşrut xəttinin yaxınlığında. Marşrut xəttindən cəmi 100 metr məsafəsi var. Üçnafqa bağlarına gedən yolun üstündə. Evimiz deməli ümumi 2 sotun içindədir. Gördüyünüz kimi evimiz belə yerdən deyil, yerdən kürsülü. Göstərəcəm sizə evin içərisində. Sağ tərəfində gördüyünüz torpaq sahəsi, sol tərəfinin torpaq sahəsi, həyətə aid ayrıca sanitar qovşağı, kladovka kimi nəzərdə tutulmuş tikilisi. Evimiz isə heç bir hasara birləşməyib, nə yandan, nə arxadan. Bax, yan tərəfində belə bir genişliyi var, arxasından rahat keçmək olur. Evi dövrə vurmaq olur ətrafında, yəni heç bir hasara birləşməyib. Darvazası da var, gördüyünüz kimi böyük, maşın rahat girdi həyətə. Buradan belə. Keçirik evin içərisinə. Bax, dediyim kimi evimiz yerdən kürsüldür. Bir daş oradan hündürlüyü var. Üç daş da buradan qalxırsa. Bura koridor sistemimizin gördüyümüz kimi. Evdə çoxdan da yaşayış yoxdur. Bura belə bir böyük, həm qonaq otağı da etmək mümkündür. Aboyu dəyişilsə. Həm də yataq otağı kimi istifadə etmək olar, yəni böyük otaqdır. Burada da qonaq otağı gördüyünüz kimi var. Çox böyük bir otaqdır. Qazı, suyu, işığı hamısı daimidir. Burada sağ tərəfdə mətbəxdir. Gördüyünüz kimi mətbəx mebeli də evin üstündədir. İsti sistemi kombidir. Gördüyünüz kimi xəttlər burada çəkilib hazır. Kombi də bağlı qoş işlət keçsin. Evimiz də cüt daşdandır. Burada evimizin həyətidir. Gördüyünüz kimi arxasında yeri var. Yəni evin arxası keçmək üçün. Son olaraq bir dənə buranı göstərim sizə. Burada kiçik yataq otağıdır. Burada isə evimizin sanitar qovşağıdır, sanuzelidir. Gördüyünüz kimi belə. Sonda isə evimizin qiyməti 52.500 manat deyilir. Yəni real alıcıya ev sahibi tərəfindən indirim var. Sənəd isə bələdiyyənin sərəncamıdır. Qiymətdə münasib evdir. Əlaqə nömrələrimiz deməli həm aşağıda var, həm səhifəmizdə var. Bu və digər və tanış olmaq istəsəz səhifəmizi keçə bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.